Dünyada qida istehlakı rekord səviyyəsinə çatıb. İnsanlar daha çox alır, amma eyni zamanda daha çox israf edirlər. Bu israfın isə hardasa 30-40% elə məhz marketdən aldığınız məhsulların payına düşür. Bugün istəyirəm ki, uşaqların sevdiyi şokoladlardan, şokolad kremi, onun haqqında bir araşdırma edim. İndi isə vaxt itirməyək, getdik. Deməli, Mustafa, sən bunu xoşlanırsan? Yaxın ay, hə? Amma nə? Amma ziyanlı maddələr var içində. Bilirsən ki, ziyanlı. Əvvəl yerdin, amma indi yemirsən, hə? Yemək üçün deyil, yoxlamaq üçün. Demək istəyirəm ki, istənilən halda marketdə satılan bütün məhsulların %95%-i bizim orqanizm üçün zərərlidir. Amma məcbur alırıq, çünki alışmışıq. Bismillah. Deməli, bugün uşaqların sevimlisi olan Şokomikonu araşdırdım. Gəlin birgə baxaq, sağlamlığımıza nə qədər təsir edir. Bizim deyil, uşaqların. Üzərindəki etiket balaca yazılmağına baxmayaraq, mən bunu oxudum. Tərkibində palmal yağı və günəbaxan yağı qarışığı var. Ən əsası pendiraltı su tozu, soya lestini, yəni Y322, aromatizatorlar, tərkibində GMO yoxdur. Sadalanan maddələrə qarşı fərdi əsaslığı olan insanlar qəbul edilməsi məsləhət görülür. İstənilən halda tərkibində palmal yağı olduğu üçün daha təbii, daha doğal olan məhsullar yedirtməyə çalışaq. Yəni, əsası odur ki, haram maddə içərisində yoxdur, sadəcə Y322 maddəsi tərkibində vardır. Xalqım, mənim sizə tövsiyəm vardır. Məhsulları alarkən mütləq etiketini oxuyun. Çünki sağlığınızı hansısa dada və ləzzətə buraxmayın. O can sizə bir dəfə verilir. Buna görə də sağlığınıza diqqət edin. Halallıqla yaşayaq, halal dünyamızda o qədər gözəl nemətlər var ki, gəlin bu nemətləri sevək və seçək. Ümumiyyətlə, ən əsası odur ki, övladlarımızı qoruyaq. Az, sağlam qida yeyin ki, çox sağlıqsız dərman istifadə etməyəsiniz.